Mən Moskva televiziyalarını, o Solovyovdu, o Margarita Simonyandı, hamısına qulaq asıram. Hamısının əvvəllər ağızlarına çullu dovşan sığışmayan bu adamlar indi o qədər qəmgin danışırlar ki, o qədər son 2 gündə isə onların verilişlərini ləğv ediblər, vermirlər. Çünki onlar Rusiyanın uduzması haqqında fikirlər yürütməyə başlayıblar. Bu mənim argumentlərimdən biridir. İkinci argument ondan ibarətdir ki, Ukrayna bax, Moskvanı od alav içərisinə qərq edibdir. Ukrayna Kırımı od alav içərisinə qərq edibdir. Ukrayna Kırımın Rusiya ilə bütün logistik əlaqələrini kəsibdir. Aha. Kırımda nə su var, nə ərzaq var, nə benzin var. Bir sözlə həyat üçün lazım olan vasitələrin hamısı, necə deyərlər, yoxa çıxıbdır, qıtlığa çəkilibdir. Sonra eyni qorxulu vəziyyət, yəni benzinin çatışmaması, suyun çatışmaması, ondan sonra mazotun çatışmaması, ondan sonra qazın çatışmaması Rusiyanın Leningradında da, Nijni Novgorodda da, hətta Rostovda da açıq surətdə özünü göstərməkdədir. Bütün bunların hamısı əyani surətdə göstərir ki, Rusiya tükənir. Rusiya bitmək üzrədir. Mən indi dedim ki, Ukrayna müharibənin 3-cü fazasına hazırlaşır. O 3-cü faza dronlardan çox, bəlkə də heç dronlar olmadı, raketlərlə, uzaq məsafəyə uçan raketlərlə olacaq. Bu raketlər, Flamingo raketləri Amerikanın Tomahawk tipli raketləri qədər güclü və qorxuludur. Orta mənzilli raketlər yenə də Sovet dövründə hazırlanmış raketlərin ən güclüsüdür. Qanatlı raketlər yenə onun ən güclüsüdür. Beləliklə, bu mənim öz uydurmam deyil. Televizorda bir qəzetin yazılığına istinadən deyirlər ki, Ukraynanın hərbi sənaye kompleksi hal-hazırda Rusiyanın hərbi sənaye kompleksindən 2,5 dəfə güclüdür. 2,5 dəfə güclüdür, həm də moderndir. Daha yeni texnologiyalara əsaslanır.